Deməli, bu yaraşıqlı oğlan, bunun anasına məndən salam deyin. Başçısına məndən salam deyin. Arvadına məndən salam deyin. Qızı zadı varsa da 18 yaşından yuxarı onlara da məndən salam deyin. İndi görək bu nə deyir? Salan işkidir ha bu. İnanmırsanız. Gəlin baxaq görək nə deyir. Salam əziz dostlar, əziz musiqi sevən insanlar, əziz klarnet sənətini sevən bizim gözəl xalqımız. Söz vermişdim ki, bu il böyük bir proyekt hazırlayacağım. Təbii ki, əziz dostlar. Görün götə girməyin. Görün cındırlığın, oğraşlığın, cırıqlığın, valikliyin dərəcəsinə baxar. Girmək var ha. Girməyin dərəcəsinə baxın ha. Bildiniz mi? Bu elə bir ki, siz qara sabundan girmək istəyirsiniz. Bu fransuz ki, şampunla girir. Dəstəyinə, Cənab Prezidentimizin 65 illiyinə, yubileyinə 65 nəfər klarnet ifaçısından ibarət böyük bir proyekt. Və mən bugün artıq Dəyərli həmvətənlərim, deməli prezidentin 65 illiyi, yəni bu yayda, nihası Allah qara gətirsin onun 65 illiyini, İlham Əliyevin 65 illiyinə 65 dənə klarnet çalanla nəsə 65-i də çalacaqlar. O siyahını bitirdim, yazmışam burada. Deyir, klarnet çalanlar da deyir, o qədər çoxdur ki, deyir, biraz ən yaxşıları seçdik, nə bilim, neynədik. Baxın. Sənətkarlarımız, gənc ifaçılar, ağsaqqal klarnet ifaçılar da var burada. Hər kəsin adını yazmışam. Fikir verin ha, diqqətlə baxın ha. Anası əlləməliyə diqqətlə baxın. Beləsinə anası əlləməli deyirlər. İnşallah yayda səs yazmalı başlayacaq, studiya işlər başlayacaq. And olsun Allaha. Dünyanın ən namussuz, ən pozğun atasının evladıyam əgər. Xaçkin törəməsiyəm əgər dediyimi eləməsən. Sən o klarnetləri yığ ora, İlham Əliyev üçün çalsınlar. O klarneti sizin arvadınızın, sizin ananızın, sizin qızınızın, sizin özünüzün münasib bir yerinə o klarneti yeritməsən, onda deyin qabi sənin var yoxunun ağzını belləyəysən, peysərsən, sən dediyin eləməyən uğraşsan. Siz klarnetdən götürün orada zur çalın. Çalın da çalın. Çalın işkananızın, arvadınızın. Çalın siz o klarneti. Çalın klarneti. Mən o klarneti orada nə qədər kameraya adam görəcəksiniz. Zaten təksiz yox, İlhamın o yevlaqlı, hər rayona gedə birisindən xiyar çıxardılar, İlhamın qabana xiyar. Hamınızın nə günə qoyacağım bilirsiniz? Əlavə olaraq bu klarnet çalanların klarnetlərini arvadlarına, analarına, qızlarına, bacılarına klarnetin şeyini eləyəcəyəm, yeridəcəyəm. Girmək də olar da, bu qədər girmək olmaz hə. Bu qədər oğraşlıq olmaz hə. Bu qədər cındırlıq olmaz hə. Onda nağara çalanlar da 65 dənə nağara çalan tapsın. Gitara çalanlar da 65 dənə gitara çalan tapsın. Nə bilim, sintezator çalan 65 dənə sintezator çalan, saz çalan 65, qabil mıxını çalanlar da 65 nəfər yığışsın ora. İlhamın başına mən spermatozoid kusmağa. Vallahi, bunlar harda alırlar bu yetkini? Bu, necə deyim, 100 il fikirləşsəm ağlıma gəlməz bu götə girənliyin bu növü. Qadın al, sözün əsl mənasında, qadasını alaram, tozdular, öpürəm sizi, tozdular. Toz cəmat, öpürəm sizi. Deyəcəksin, niyə öpürsən durduğun yerdə o tozdular? Yerlərini də deyə öpürsən mi? Yox ki. Tozdu. Qardaş qardaşa tozda bir qarış torpaq vermir, lapatka ilə qardaşın başını yarır. Ermənilər orada quduran vaxtı 10 minlərlə tozdu birbaş erməninin üstünə getdi. Bunu deyirəm ha, bu onların o sahədə olan fəallığıdır. Bir qarış torpaq verməyən yeganə rayondur, üstəlik də bəzi əraziləri alan rayondur. Dəyərli həmvətənlərim, bax deyirəm sizə. O Toz rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin generalları getdi mənim qardaşımı danışdırdı ha, mənə qarşı. Danışdırdı ha. Tozda ona salam vermədilər. Bilirəm də şikayətini haralar elədiyini, mənə nətər çatdı. Heç kim salam vermirdi ki, sən dəlisən, sən qabil kim oğlana. Sən hökumətin diktəsindən, tırkasından, generalların hədə qorxusundan, qabil kim oğlana söz dedin hə. Sözü demək tərzi var hə. O biri qardaşımı da danışdırdılar mənim əleyhimə. Danışmanın temri var. Danışırında bilirsən ki, bunu məcburi danışdırırlar, fikirləşə danışırsan. Bir də var ki, danışanda bülbül kimi ötürsən, şak-şakıl deyirsən. Biri var, iti buraxırsan, it tutmaq istəmir, adama cummaq istəmir. Bir də var, it həvəsdən cumur adamı, tap eləyib tutur. Tozda salam verən yox idi mənim qardaşıma ki, sən qardaşının əliyinə danışırsan. Belə anasının, belə arvadının ciyərinə, belə anasının arvadının ciyərinə itələdiyiniz yaramazlara niyə salam verirsiniz?
Belələrinə niyə salam verirsən bu belələrinə? Belələrinə niyə salam verirsən? Sabah gələndə belələrinə salam verənə də həyatı başa salacağım.